Salam, hər vaxtınız xeyir olsun əziz soydaşlar. Mənim üçün narahat olan bütün həmvətənlərimə, dostlara, qardaşlara, tələbələrə, müəllimlərə, Azərbaycanda və Azərbaycanın hüdudlarından çox-çox uzaqda olan insanlara, hər biri mənim Təbrizdən gələrkən saxlanmağımın narahatçılığını keçiriblər və elə biliblər ki, məni orada saxlayıblar. Məni orada saxlamayıblar. Hər şeyi düz demək lazımdır. Mən bəzi xəbər ajansları var ki, onlar hətta qeyri ölkələrdən, Azərbaycandan yox da qeyri ölkələrdən orada saxlandığımı, orada hətta həbs olunduğumu qeyd edirlər. Mən onlara etiraz edirəm. Onlar səhv yazırlar. Məni orada saxlamayıblar. Mən burada evimdəyəm. Sadəcə hava limanında məni çox saxladılar. Mən də səhhətimlə bağlı məlumat verdim ki, şəkərəm, onkoloji xəstəyəm və onlar, yəni ondan sonra müəyyən işləri gördüm də mən də onlar üçün. Onlar da baxdılar mənim telefonumda səhifələrə baxdılar, gördülər ki, kim kimdir. Ondan sonra başa düşdülər ki, məni saxlamaq çətin məsələdir. Yəni məni yola saldılar. Son anda məni yola saldılar. Təyyarənin uçmağına 10 dəqiqə qalmış məni yola saldılar.